bu Nəbatət bağında yerləşən ikinci oranjereya var. Bir dənə bu limonlara baxın burada. Görürsünüz nə boyda limonlar var, hə? Görmüsünüz belə limon? Hələ bu harasıdır? Mən indi sizə banan ağacının gül açmağını göstərəcəm. Bir dəqiqə gözləyin. Baxın. Bax, sən demə. Banan ağacı bax belə gül açır. Görürsünüz? Bax belə gül. O yuxarıda olan xırda şeylər var ha, balaca. Bax bananlar oradan çıxır. Görürsünüz? Bu da banan ağacı. Çox qəşəng yerdir, mən sizə deyim. Yəni adam gəlir bura, hətta ruhu dincəlir ha, sizə deyim. İndi mən sizə pamelaları da göstərəcəm. Baxın, bunlar pamelalardır. Hələ böyüməyiblər, böyüyürlər yavaş-yavaş. Bu da Leylaşqadır. Leyla alma yeyir. Bu da Fərxad. Fərxad da alma yeyir. Bax, sən demə, bu limon növünün adı Pandarozadır. Hindistan limonları. Bax, baxın, görürsünüz. Bax, hələ belə də, baxın, gül açır. Bax, belə gül açır. Bax, belə böyüyür. İkinci oranjereyada da səyahətimiz bitdi. Nəhayət gedirik evə. Botanika bağına gələndə Nəbatət bağına. Unutmayın, oranjereye bileti ertədən almaq. Yoxsa mənə kimi bir də qeyd edəcəksiniz dala. Qəlbdən qəlbə.